Oğuz rayonunun mərkəzində 6 sotun içərisində sizə 2 mərtəbəli bir həyət evi təqdim etmək istəyirəm. Dəyərindən ucuz, əlim yandı qiymətə. Deməli, torpaq sahəmiz 6 sot olacaq. 6 sotda veriləcək bu ev sizə. İçərisində dekorativ ağaclar, meyvə ağacları var. İndi isə mən sizə evin birinci mərtəbəsindən başlayım. Daha sonra davam eləyək ikinci mərtəbəsinə. Oğuzun mərkəzi küçəsindən gələndə Kontakt Home'un yanından sağa dönən kimi 200 metrə gələndə bu evə gəlib çıxırıq. Qapısına kimi asfalt yoldur. Buyurun keçək, birinci mərtəbədən başlayaq. Deməli, birinci mərtəbədə 4 dənə otaq var. Və evin ümumi 2 sanitar qovşağı var. Bu birinci otaq. Bu ikinci otaq. Ənənəvi Oğuz evidir, yəni rayon evidir. Bax, o vaxtı təriflədiyimiz o keçmiş evlərin ən yaxşısıdır da. Burada da belə bir otaq. Və qalxırıq ikinci mərtəbəyə. Burada belə bir qəşəng terasımız var. Oğuz şəhərinin tam mərkəzindəyik. Oğuzun tam mərkəzindəyik. Və burada belə bir, o da küçədir, yoldur, bu da küçədir, yoldur. Və dağların da gözəl mənzərəsini görürsünüz. Başlayaq buradan. Deməli, bu evin zalıdır. Görürsünüz nə boydadır, maşallah. Evin zalı. Və buradan başlayaq. Bura mətbəx isə burada sanitar qovşaqlarımız. Böyük ölçülü Şivaki kondisioneri, evin polunu görürsünüz, keyfiyyətli polu var. Burada belə bir otağımız, növbəti otağımız. Deməli, ikinci mərtəbədə 3 yataq otağı, bir böyük, deyək ki, giriş hissəsi və qonaq otağından ibarətdir. Qonaq otağın işıqlarında biraz problem olduğu üçün